Biri tələbə, digəri isə Hacıqabul sakini. Kontaktdan telefon alıb 100 min manat pulu aparıblar. Kontakt mağazalar şəbəkəsinin Qoşa Seç 100 min apar kampaniyası bir dəfəyə 2 qat sevinç yaşatdı. Cəmi 2 həftə əvvəl start götürən kampaniyada 100 min manatlıq böyük mükafat bir gündə 2 qalibə qismət olub. Gənclik Molda hər kəsin gözü önündə keçirilən tədbirdə ilk atış Hacıqabul sakini Bəybala Babayevlə başlayıb. Elə bir neçə saniyə keçmişdi ki, onun atdığı zərlər fırlanıb, öz seçdiyi qoşa rəqəmdə dayanıb. Qalib pul mükafatı qazanmaq sevincini belə ifadə edir. Mən Babayev Bəybala, Hacıqabul rayonunda yaşayıram. Kontaktomun Hacıqabul mağazasından bir neçə həftə əvvəl məhsul aldım. Məhsul almağım səbəbindən orada zər atmaq şansı qazandım. Birinci səfər bir qoşanı atdım. İkinci səfər atacağıma inanmırdım. Lakin ikinci səfər yenə atdım. 100% geri ödəniş qazandım. Bakı şəhərində 100 min pul ödüşdü, finala qaldım. Burada qazanacağımı düşünmürdüm. Lakin çox istəyirdim bu pul mükafatında qalib olmaq. Gəldim, şansımı yoxladım və burada da uduşun sahibi oldum. Qazandığım vəsaiti də öz şəxsi həyatımda qurduğum planlarla bağlı xərcləyəcəm. İkinci qalib isə tələbə təqaüdü ilə anasına telefon alan Cavani Qarayev idi. Anasına ev almaq arzusu ilə atış edən Cavaninin də zərləri onun sözünə baxdı. Gənc qalib bu həyəcanı kameralarımızla bölüşdü. Kontaktın 28 may mağazasından telefon almışdım anam üçün. İlk öncə 5 qoşa atdım, ondan sonra yenə də 5 qoşa seçdim, yenə də atdım və finala gəldim. Finala gəlib çıxdım, ilk öncə inanmırdım atacağıma, ancaq içimdə də bir tərəddüd olsa belə, yəni inanırdım, atdım və bazardım. Bu pulu əslində çox arzulayırdım, özüm də tələbəyəm, anam üçün ev almaq istəyirdim. Çox şükürlər olsun ki, qazandım. Qeyd edək ki, şəbəkənin 100 min manatlıq mükafatı qazanılan ilk final tədbiri bitsə də, kampaniya tam sürəti və eyni mükafat məbləği ilə davam edir. Kontaktın sevindirdiklərini öz adınızı əlavə etmək üçün istədiyiniz mağazaya gəlib 100 min manata dək mükafatın sahibi ola bilərsiniz.